Arvadına əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İşə Nərimanov rayon məhkəməsində hakim Həbib Həsənov sədrlik edib. Zərər çəkmiş Pərvanə İsmailova ifadəsində bildirib ki, Tamerlan Məmmədovla 3 il münasibətdə olublar və 5 iyul 2025-ci ildə rəsmi nikaha daxil olublar. Onun sözlərinə görə hadisədən 5 gün əvvəl Tamerlan ona TikTokda rəqs etdiyi videonun paylaşıldığını və silinməsi üçün 900 manat tələb olunduğunu deyib. Pərvanə isə pulunun olmadığını bildirib. Sonradan məlum olub ki, həmin profili Tamerlan özü açaraq pul almağa çalışıb. Pərvanə İsmailovanın sözlərinə görə o buna əsəbləşərək ərini ağlayan videosunu TikTokda paylaşıb. Bundan sonra Tamerlan ona hücum edib. Qadın bildirib ki, həyat yoldaşı həbsxanadan da ona zəng edərək təhdid edib və azadlığa çıxandan sonra qulaqlarını kəsəcəyini deyib. Zərər çəkmiş həyatının təhlükədə olduğunu və Tamerlanın ən ağır cəza almasını istədiyini bildirib. Zərər çəkmişin övladı hadisənin onun gözü qarşısında baş verdiyini, qorxaraq qonşulardan kömək istədiyini, lakin heç kimin qapını açmadığını deyib. Daha sonra evə qayıdanda Tamerlan ona tərəf gəlib. O isə qışqırmağa başlayıb və bundan sonra Tamerlan evdən qaçıb. Qeyd edək ki, hadisə ötən ilin oktyabrında gecə saatlarında baş verib. Polis tərəfindən saxlanılan Tamerlan Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi işgəncə verməklə, əzab verməklə ittiham irəli sürülüb. Bu maddə üzrə onun 2 ildən 5 ilədək həbs cəzası gözləyir.